Həmçinin qardaş bir sual verir. O sual da budur ki, deməli, yəni bəzi bu sual əsas kimlərdə olur? Qardaşlarda, yoxsa cahillər verirlər bu sualı? Hə, ixvanlar. Yəni bəzi bidət əhlindən bəziləri bir növ şübhə salmaq üçün deyirlər ki, məsələn, Şeyx Əlbani Rahiməhullah, misal üçün, bu misaldır və başqa məsələlərdə də ola bilər. Məsələn, Şeyx Əlbani Rahiməhullah rukudan sonra əlləri qaldırıb, rukudan sonra əlləri bağlamağı bidət görür və lakin Şeyx İbn Bəz, Şeyx İbn Hüseymin bunu caiz görür. Siz nə üçün Albaninin bu sözü ilə İbn Bazı və Hüseymini bidətçi görmürsünüz, beləmi? Hə. Cavab budur ki, axı, ümumiyyətlə bir əmələ bidət hökmünü verməklə o əməli edən və ya onu o əməli caiz görən, sünnə görən arasında fərq var. Yəni, alim ola bilsin ki, bir əmələ deyir ki, bu əməl bidətdir və lakin ola bilsin, onu edənə bidətçi deməsin. Bu, söhbət gedir avam cəmaatdan. Yəni, hətta avam cəmaat, sən bilirsən ki, bir əməl ittifaqla bidətdir. Hətta alimlərin ittifaqı ilə bidət ola bilər, amma ola bilsin, onu edənə bidətçi deməyəsən. Və lakin, alimlərin fətvasına gəldikdə isə, məsələ tamamilə başqa cürdür. Bax, məsələn, bu fiqhdə qaydadır. Tutaq ki, mən imamın arxasında, cəmaat namazında Fatihə surəsini oxumağı vacib görürəm. Bu qardaş vacib görmür. Və bu imamın arxasında Fatihəni oxumur. Mənə görə imamın arxasında Fatihəni oxumamağım, namazı batil edir. Mən hökm verə bilərəmmi ki, bunun namazı batildir? Bütün fəqihlər ittifaq edib ki, yox. Aydın oldu. Niyə? Çünki bu etiqad, çünki hökm bunun etiqadına görə verilir. Çünki bu fiqhi məsələdir, ictihadi məsələdir. Əqidə məsələsi deyil. Ona görə Şeyx İbn Baz deyir ki, kim imamın arxasında Fatihə surəsini oxumasa namazı batildir. Və lakin deyir, o kəs ki, unutqanlıqdan oxumasa və ya imamın arxasında Fatihəni oxumaq vacib deyil, buna etiqad edib oxumasa namazı səhihdir. Bu məsələ də belədir. Çünki Şeyx Albani bu əməli bidət görür, Şeyx İbn Baz Hüseymin o əməli əslində nə görür? Sünnə görür. Və Şeyx Albani onun rəyi üzərindən hökm verir, öz rəyi üzərindən yox. Bu, fiqhdə bütün fəqihlərin ittifaq elədiyi məsələdir. Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.